Sağ Salamlar, xeyir olsun vətəndaşlar. Cürü səviyyələrə görə bu məhvar tərəfinin Süleyman iştirak edir və ənənəvi məhvar konferansımıza başlayırıq. Baş məşqimiz fikirlərini bildirəcək və xahiş edirik, ənənəvi xahişimiz oyunla bağlı suallarını görərsiniz. Но в целом, то, что сильное качество Зира было, оно и сработало в контратаке. Очень bыстрый нападающий. Ümumi götürsək, Zirənin hansı ki güclü tərəfi var idi, o işə yaradı. Kontra əks hücumlarda sürətli hücumçuları var. Не сработало. Baxmayaraq ki, biz oyuncularımızı xəbərdar etmişdik, amma işə yaramadı. Suallar. Не играй свою команду. В целом, с этой игрой Давайте сначала надо куда-то попасть. Да. Безусловно, с такой игрой nельзя идти вверх. Yəni əvvəlcə harasa getmək barədə düşünək. Təbii ki, bu belə oyundan harasa getmək çətindir. Довольно. Да, в отдельных отрезках в целом есть удовлетворение от желания, от настроя на то, что предупреждали про контратаки, вот это пропустили, и это все решили. Müəyyən məqamlardan razı qaldım, amma ümumiyyətlə təbii ki yox. Amma həvəs var idi, bu bizi biraz razı saldı, həvəsin olmaq, həvəsin oynamakları. Amma əks hücumlar barədə xəbərdarlıq eləmişdik. Sadəcə o şey var. Doğrudur. Buyurun. Santos moralı tüketmiyorlar ki, rəqiblərin oynamağında da müəyyən şəraitlər yaratır. Rəqiblər azdır, daha santralarla. Bəzən oyunlarda rəqib qırmızı alır. Bundan faydalanmaq. Çünki ondan mübarizələr şansları. Amma komanda bacarmır. Rəqibin qırmızı alması komandanı niyə ələ etmişdir? Ну, это не хоккей, где можно реализовать личный игрока. Дает какое-то преимущество, но если команда играет грамотно в обороне, четкого такого явного преимущества нет. Yəni bu təbii ki, bu xokkeydə %100 yoxluq, yəni özünü göstərsin. Realizasiya məsələsində özünü göstərsin. Müəyyən